Azərbaycan hökuməti investorlar üçün vergi və gömrük güzəştləri daxil olmaqla müxtəlif maliyyə stimulları həyata keçirir və Slovakiya ilə əməkdaşlığın potensialı daha geniş və yüksəkdir. Bunu İqtisadiyyat Naziri Mikhail Cabbarov Azərbaycan-Slovakiya biznes forumunda bildirdi. Tədbirin əsas müzakirə mövzuları işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə və tikinti layihələri, iqtisadi artım üçün əsas olan sahələr oldu. Həmçinin dağ mədən, rəqəmsal inkişaf, kənd təsərrüfatı və turizm sektorunda birgə fəaliyyət imkanları da nəzərdən keçirildi. Çıxış edən Mikhail Cabbarov Azərbaycan ilə Slovakiya arasında artıq formalaşmış uğurlu əməkdaşlıq təcrübələrindən bəhs edərək, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin önəmini vurğuladı. Ölkələrimiz enerji, işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə və tikinti layihələri sahələrində artıq uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Hesab edirəm ki, əməkdaşlığımızın potensialı bundan qat-qat genişdir. Buna görə də Slovakiya şirkətlərini Azərbaycana təkcə müstəqil bazar kimi deyil, həm də daha geniş regiona açılan bir qapı kimi baxmağa dəvət edirik. Nazir həmçinin xarici investorlar üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən, tətbiq olunan vergi və gömrük güzəştlərindən danışdı. Bildirdi ki, sənaye istehsalının inkişafı üçün yaradılan zonalar, xüsusilə Ələt Azad İqtisadi Zonası ixrac yönümlü istehsal üçün böyük imkanlar vəd edir. Azad iqtisadi zonalarda sıfır vergi rejimi fəaliyyət göstərir. Eyni qaydada iqtisadi zona üçün sıfır gömrük rüsumu tətbiq olunur və analoji sıfır dərəcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, eləcə də Naxçıvana şamil edilir. Naxçıvan Azərbaycanın muxtar bölgəsidir və biz Zəngəzur dəhlizi layihəsi çərçivəsində ölkənin bu ayrılmaz hissəsi ilə quru yol əlaqəsinin yenidən qurulması istiqamətində fəaliyyət göstəririk. Bu dəhliz eyni zamanda beynəlxalq sülh və rifah naminə Trump marşrutu adını daşıyır. Forumda çıxış edən Slovakiyanın baş nazirinin müavini və iqtisadiyyat naziri Denisa Sakova Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfənin, onun sözlərinə görə Azərbaycan təkcə etibarlı enerji tərəfdaşı kimi deyil, həm də regionları və bazarları birləşdirən böyük logistika qovşağı kimi getdikcə daha mühüm rol oynayır. Energetika iqtisadi əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Təbii qaz mənbələrinin və onun nəqli marşrutlarının şaxələndirilməsi həm Slovakiya, həm də Avropa üçün həlledici əhəmiyyətə malikdir. Azərbaycana regionumuzun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə minnətdarıq. Həmçinin Slovakiya şirkətləri artıq Azərbaycanın inkişafına töhfə verirlər. Qarabağın bərpasında iştirak etmək imkanını yüksək qiymətləndiririk. Ağdamdakı ağıllı kənd layihəsi Slovakiya texnologiyalarının və təcrübəsinin insanların həyatını yaxşılaşdıran praktik həllər təklif edə bilməsinin əla nümunəsidir. Daha sonra turizm əlaqələrinin genişləndirilməsinə dair Azərbaycan Turizm Bürosu ilə Slovakiya Travel arasında əməkdaşlıq memorandumu imzalandı. Ardınca forum işini hər iki ölkənin nümayəndələrinin iştirak etdiyi müzakirələrlə davam etdirdi.